Hamıya salam. Mən Xatirə Əzizxanlı Dərs evi tədris mərkəzinin əməkdaşıyam. 8-ci vebinara qoşulduğunuz üçün təşəkkürlər. Webinarın mövzusu bullying zamanı özünü müdafiədir. Bugün biz bullying mövzusunda valideynlər üçün silsilə webinarı davam etdiririk. Və gəlin ən mübahisəli və ziddiyyətli mövzulardan biri haqqında danışaq. Fiziki özünü müdafiə nə vaxt yol verilən, nə vaxt isə yol verilməzdir. Uşaqlara cavab olaraq vurmağı tövsiyə etmək lazımdırmı? Hansı hallarda fiziki müqavimət yerində sayılır? Oğlanlarla qızlar arasında vurub-vurmamaq məsələsində fərq varmı? Biz 100% bilirik ki, uşaqların təhlükəsizliyi hər bir valideynin prioritetidir. Verdiyiniz hər bir qərar həmişə bir şeydən irəli gəlir. Bu mənim övladıma zərər verəcəkmi? Bu uşağın problemi həll etməsinə kömək eləyəcəkmi? Bugün verdiyimiz bütün tövsiyə və məsləhətlərimizdə biz bu iki prinsipə diqqət yetirəcəyik. Zərər vermə və müdafiə olun. Bəzən uşaqlar dava edirlər, çünki qorxurlar ki, onlara zərər verə bilərlər. Buna görə də əvvəlcə vurmağı üstün tuturlar. Eyni mövqedə olan bir çox valideynlər də var. Onlar övladları incildildiyi halda qarşı tərəfi vurmağı tövsiyə edirlər. Bu tövsiyə yalnız bir səbəbdən irəli gəlir. Böyüklər yanında olmadıqda övladını qorumaq istəyindən. Həmçinin uşağa sataşanda, onu alçaldanda, itələyəndə birdən zərər görər qorxusundan və nəhayət uşaq kəskin və güclü müqavimət göstərməsə, onu birinci döyərlər qorxusundan. Və bu halda birinci sən döy məsləhəti əsaslandırılmış görünür. Razısınızmı? Amma burada başa düşmək lazımdır ki, dava etmək uşağa daha çox problem və onun üçün təhlükəli nəticələr gətirə bilər. Bu nəticələr isə onun hazırda yaşadığı təhqirlər və təhdidlərdən daha ağır ola bilər. Bu o demək deyil ki, təhqirə dözmək lazımdır. Amma bu o deməkdir ki, uşaqlar bu cür problemləri həll etmək üçün qeyri-zoraki üsullardan istifadə etdikdə daha çox qazanırlar. Bəlkə də indi bu izah sizə aydın deyil, amma gəlin nümunələr üzərində müzakirə eləyək. Belə bir nümunə gətirim. 13 yaşlı Tural oyun sonrası uşaqlarla dava eləyib. Onları fırıldaqçılıqda ittiham eləyib. Münaqişə böyüməyə başlayıb və bir gün məktəbə gedərkən yolda həmin uşaqları görür. Onlar da Turalı görürlər. Tural bilir ki, həmin uşaqlar ona qarşı hirslidirlər. Amma yenə də yolunu dəyişməyib öz yoluna davam eləyir. Və təbii ki, uşaqlar əvvəlcə onu əhatəyə alırlar, sonra itələyib, təhqir edərək dediyi sözlərə görə üzr istəməsini tələb eləyirlər. Onların sayı daha çox olduğundan Turalın ümumiyyətlə üzr istəməməli olduğu bir şey üçün üzr istəməkdən başqa çarəsi qalmır. Bəlkə Tural fiziki olaraq müqavimət göstərə bilər, özünü müdafiə edə bilərdi. Bəs sizcə necə etməli idi? İş təcrübəmə əsaslanaraq şəxsən mənə elə gəlir ki, indi əksər atalar, valideynlər yazacaq. Bu nə deməkdir? Oğlan onların cavabını niyə vermədi? Yenə qız olsaydı başa düşərdik. Kişi vurar da, döyər də, niyə özünü müdafiə etmədi? Özünü qorxaq kimi apardı. O davaya dava ilə cavab verməli idi və onda uşaqlar görərdi ki, o müqavimət göstərə bilər və bəlkə də ondan əl çəkərdilər. Sadəcə yoxlayırdım. Haqlıyam. Aranızda beləsi var. Hörmətli valideynlər. Biz sizin fikrinizə çox hörmətlə yanaşırıq, lakin təcrübə hələ də göstərir ki, dünya artıq biraz fərqli yerdir. Fərqli qaydalar üzərində qurulub. İndi bunu daha dərindən müzakirə eləyəcəyik. Birinci növbədə zorakılıq və aqressiyadan həm qızlar, həm də oğlanlar eyni şəkildə əziyyət çəkir. Aqressorlar arasında həm qızlar, həm də oğlanlar olur. Öz sərhədlərini müəyyən etmək bacarığı cinsindən asılı olaraq
heç bir şəkildə fərqlənməməlidir. Oğlanlarda da qızlar kimi eyni cür reaksiya verməlidirlər. Sözlə, məsafə ilə, kömək istəməklə və əgər bir qrup qız oğlanı əhatəyə alıb onu fiziki zorakılıq ilə təhdid edərsə, oğlanın edə biləcəyi ən yaxşı şey bu əhatəni yararaq oradan çıxmağa çalışmaqdır. Ona görə ümumiləşdirib birincisi bunu deyək ki, münaqişədə uşaqların hansı cinsdən asılı olmasının fərqi yoxdur. Vacib olan odur ki, münaqişə necə təzahür edir və buna əsaslanaraq özünü müdafiə üsulları seçilir. İkincisi, təkbətək döyüşlərin, davaların, qan çıxana qədər döyüşməyin dövrü çoxdan keçib. İndi hər hansı bir fiziki qarşıdurma demək olar ki, həmişə ciddi xəsarətlərlə və ən əsası döyüşün videoya çəkilib şəbəkələrdə yayılması ilə nəticələnir. İndi getdikcə daha çox insan döyülməni lentə alır, polisə müraciət edir. Bu çox yayılmış bir təcrübə halına gəlib. Polisə müraciət düzgün yanaşmadır. Belə mübahisələrdə bütün tərəflər zərər çəkir. Bu cür videoların virus kimi yayılması həm qurban, həm də bütün iştirakçılar üçün vəziyyəti daha da çətinləşdirir. Heç bir valideyn öz övladının belə bir təcrübə yaşamasını istəməz. Razısınız? Bizim prinsiplərimiz isə belədir. Zərər vermə, müdafiə olun. Baxaq görək, Tural özü bu hekayəni necə şərh eləyir. O başa düşür ki, ona qarşı edilən hücumda onun günahı yoxdur. Qrup aqressiv əhval-ruhiyyədə idi və ümumiyyətlə o nəticələri qiymətləndirərək başa düşürdü ki, onlardan yan keçmək mümkün olmayacaq və qələbə qazana bilməyəcəkdir. Çünki güclər nisbəti qeyri-bərabər idi. Amma o yenə də getdi və üzr istədi ki, döyülməsin. Gələcəkdə isə o belə bir vəziyyətdə baş verənləri əvvəlcədən qiymətləndirməyin və problem yarada biləcək şəxslərdən qaçmağın daha yaxşı olduğunu anlayır. Beləliklə, fiziki qarşıdurma təhlükələri qarşısında ilk özünü müdafiə qaydamız buradan qaynaqlanır. Problemli insanlardan və qruplardan uzaq durmaq, qaçmaq. Bu, birbaşa qarşıdurmanın əsas alternatividir. Əgər bilirsənsə ki, bir insan dava axtarır, aqressivdir və səni təhdid edir, o zaman ondan yan keçmək qorxaqlıq deyil. Bu, təhlükəsizliyini birinci və ən vacib yerə qoymaq üsuludur. Əlavə edeyim ki, bunu ən yaxşı böyüklərin nümunəsi üzərində başa düşmək olar. Əgər klubda və ya nəqliyyatda bir qrupla münaqişə yaşayırsınızsa və sonra onları küçədə artıq mübahisə etməyə hazır vəziyyətdə görürsünüzsə, onların aqressiyasına eyni ilə cavab verirsinizmi? Yoxsa günahkar olmamağınıza baxmayaraq üzr istəyirsiniz və qaçmağa çalışar, bu münaqişənin fiziki qarşıdurmaya çevrilə biləcəyini anlayaraq daha tez uzaqlaşmağa çalışarsınız, deyilmi? Çox güman ki, ikincisini seçərsiniz və özünüzü zəif və ya qorxaq saymazsınız. Çünki qarşınızda açıq-aydın bir təhlükə var. Uşaqlar arasında qarşıdurmalar isə sınmalar, sarsıntılar, qançırlar, zərbələr, psixoloji travmalar, şəbəkədə yayılan videolar və sonra polisə müraciətlər və uçota alınmalarla nəticələnə bilər. Təəssüf ki, cavabını vermək məsləhəti yalnız nəticələri müzakirə etməyə başlayana qədər yaxşı görünür. Əslində isə valideynlər münaqişəni həll etmək üçün başqa həll yolu görmürlər. Onlara elə gəlir ki, uşağın başqa çıxış yolu yoxdur. Vəziyyəti ətraflı təhlil etməyə başlayanda təcrübə göstərir ki, uşaqlar demək olar ki, həmişə öz ləyaqətlərini qoruyaraq özləri üçün qeyri-aqressiv çıxış yolu tapa bilirlər. Bəs uşaqlara hər zaman bu yolu tapmağa necə kömək edə bilərik? Birincisi deyə bilərik ki, təhlükə halında vəziyyəti qiymətləndirmək vacibdir. Və əgər gedə bilirsənsə, çıx get. Bu isə ikinci qaydadır.
Məsələn, məktəbin dəhlizində səndən yan keçən uşaqlar səni itələyibsə, ən yaxşı variant onlara qarşı heç bir reaksiya vermədən aqressorların reaksiyalarına nəzarət etmək şərti ilə onlardan ləyaqətlə uzaqlaşmaqdır. Və bu təhlükəsizdir. Turalın məsələsində isə vəziyyət fərqli idi. O, uşaqların yanından keçəndə onu əhatəyə aldılar. Yəni, getməsinə icazə vermədilər. İtələməyə və təpikləməyə başladılar. Belə situasiyada əgər problemdən uzaq dur qaydasını tətbiq edə bilmirsənsə, qaçmaq üçün müdafiə olun qaydasını işə sal. İlk baxışda, əziz valideynlər, qaçmaq üçün müdafiə olun və qarşılıq ver məsləhəti sizə eyni görünə bilər. Ancaq buradakı sözlərin böyük əhəmiyyəti var. İndi izah edəcəm. Qarşılıq ver davaya başlamaq deməkdir. Bu davanın yalnız birinin yerə yıxılması ilə dayanacağı sonsuz bir mübahisədir. Çünki qarşılıq ver cavabı, cavab reaksiyası verməyi ehtiva eləyir. Özü də həmişə. Bundan fərqli olaraq, qaçmaq üçün müdafiə olun qaydası vəziyyətdən çıxmaq üçün fiziki qarşılıq verməyi nəzərdə tutur. Bu qaydaya fiziki sərhəddin pozulmasına, həyat və sağlamlıq üçün təhlükəyə cavab olaraq özünü müdafiə və təhdid edən aqressoru tərk etmək və ondan uzaqlaşma daxildir. Və bir tərəf döyüşdən uzaqlaşdıqda münaqişə özü-özlüyündə dayanır və getməyiniz təhlükəsizlikdə olduğunuz anlamına gəlmir. Kömək üçün müraciət etmək lazımdır. Necə etmək lazım olduğunu daha sonra açıqlayacağıq. Çünki valideynlərin ağrılı sualları baş qaldıra bilər. Nə demək istəyirsiniz? Elə həmişə davadan yayınmaq lazımdır. Onlar həmişə hücum eləyəcəklər. Axı onlar mənim uşağımı qorxaq hesab eləyəcəklər. Bəs bu uşağa problemin həllindən uzaqlaşmağı öyrətməzmi? Belə reaksiya da olur. Uşağım o dəstədən həmişə qaçsın, bəs onlar hər gün hücum çəksələr necə? Ələ salsalar necə? Arxayınlaşsalar ki, onlara hər şey eləmək olar, bəs onda necə? Məncə belə davranış vəziyyəti ancaq dərinləşdirə bilər. Bunlar çox mürəkkəb suallardır, ancaq hər birinə cavab tapmağa çalışacağıq. Birincisi, bullying halında uşaqlara öz güclərini və haqlı olduqlarını hiss etdirmələrinə imkan vermək çox vacibdir. Elədirmi? Onlar bilməlidirlər ki, özlərini müdafiə etmək üçün hər şey eləyiblər. Həmçinin rahat olmalıdırlar ki, gələcəkdə özlərini təhlükəli vəziyyətə düşmədən müdafiə etmək qabiliyyətinə malikdirlər. Təəssüf ki, dava, məyusluq və xəyal qırıqlığı yaşadır. Düz hərəkət elədimmi? Bu davadan qaça bilərdimmi? Yaxud indi bundan sonra ancaq yumruqla müdafiə olunmalıyam kimi şübhələr olacaq. Hətta uşaq qalib gəlsə belə, onun davranışında aqressiv davranış forması möhkəmlənə bilər və o, öz mənfi emosiyalarını idarə etməkdə çətinlik çəkə bilər. Hər hansı bir mənfi hadisə onda güc tətbiq etmək arzusu yaradacaq. Həmçinin o hesab edəcək ki, güc tətbiq edilməsi əsaslandırılmışdır. Axı kim güclüdürsə, o da haqlıdır. Bu isə qorxuncdur. Bundan əlavə, aqressorlar cavab reaksiyası axtarır və qurbanı provokasiya edirlər. Əgər qurban cavab verirsə, demək olar ki, aqressorlar öz məqsədlərinə çatıblar. Övladınıza bunu arzu edirsinizmi? Ona təxribatlara uymamağı, problemlərdən qaçmağı, inamlı və hörmətli bir mövqe tutmağı öyrədin. Bu, çox qüvvə səy tələb etsə də, özünə hörməti artırır və onlara uymadımsa, demək ki, qalib gəldim şəklində düşünməsi vacibdir. Gəlin, aralıq qənaətlərimizi bölüşək. Dava etmək yerinə problemli insanlardan və dəstələrdən qaç. Çıx get. Bu mümkün olmayanda müdafiə olun.
daha sonra yenə də qaç. Bəs bu situasiyaları fiziki gücün tətbiq edilməli olduğu situasiyalardan nə ilə fərqləndirək? Təcrübəyə əsaslanaraq iki situasiyada dava etmək qarşılıq verməyin və ya zorakılığı dəf etməyin forması kimi məqbuldur. Birincisi, fiziki sərhədlər üçün təhlükə var və ya onlar artıq pozulur. İkincisi, səni əhatəyə alırlar, buraxmırlar, yanlarından keçməyə imkan vermirlər. Bunlar cavab zərbəsinin əsaslandırıldığı iki əsas məqamdır. Və dərslərimizdə deyirik, fiziki müqavimət özünü müdafiənin ən radikal formasıdır. Bu, ya çıxıb getməyin mümkünsüzlüyünə, ya da fiziki sərhədlərin pozulmasına və ya təhdidə görə əsaslandırılmalıdır. Və özünü müdafiənin məqsədi isə həmişə qarşıdurmanı istisna etmək və təhlükəsiz bir yerə qaçmaq, sonra isə dərhal kömək istəməkdir. Belə də olur ki, valideynlər uşağa, xüsusən də oğlan uşağına göstəriş verirlər ki, o mütləq qarşılıq verməlidir ki, zəif görünməsin. O isə müxtəlif səbəblərdən bunu eləyə bilmir. Məsələn, aqressorlara qarşı özündə əminlik hiss etmir, döyülməkdən qorxur. Belə ki, rəqiblərin sayı daha çoxdur və onlar daha güclüdürlər. Səbəbin əhəmiyyəti yoxdur, ancaq valideynlər qətiyyətlidirlər və bəzən təsvirlərində çox təfərrüata varırlar. Gücün yoxdur, vur dağıt ağzı burnunu. Ancaq belə söhbətlər və nəsihətlər uşağı daha çox məyus eləyir. Bundan başqa, uşağın nəinki sinif yoldaşları və ya tanışları ilə arası dəyir, o artıq valideynləri tərəfindən də özünü rədd edilmiş sayır, elə hiss eləyir və uğursuzluqları ilə bağlı ittihamlardan qorxaraq vaxtında kömək istəmir. Və bu cür təcrübə uşağı yaxınlarına, müəllimlərinə etibar hissindən məhrum eləyir. Məsələn, uşaq yaşıdları tərəfindən bullyinqə məruz qaldığından şikayət eləyir. Valideynlər hesab edirlər ki, məsələnin öhdəsindən o özü gəlməli, qarşılıq verməlidir. Uşaq qarşılıq vermir, çünki hər hansı bir səbəbdən verə bilmir, dözür, gözləyir və s. Və yaxud dözmür. Dava olur və məsələ nəzarətdən çıxır. Axı o dava edə bilmir və heç istəmirdi də. Və bu ciddi nəticələrə səbəb olur və aqressorların valideynləri polisə müraciət edirlər. Ancaq böyüklər vaxtında diqqət göstərsəydilər, oxşar şeylər yaşanmazdı. Xahiş edirik, uşaqların məktəbdə yaşadıkları problemləri etinasız yanaşmayın bu problemlərə qarşı. Gəlin bir daha müəyyən eləyək ki, belə situasiyalarda siz nə eləyə bilərsiniz? Uşağa bullyinqin profilaktikasının əsas üsullarını necə öyrədə bilərik? Sözlərlə, xoşuna gəlməyən şeyi dilə gətir, nə hiss elədiyini de ki, eləməsin və s. Susma, övladınıza özündən əmin, qətiyyətli mövqe nümayiş etdirməyi öyrədin. Başqa uşaqlarla problem yaşadıqda diqqətli ol, məsafə saxla, problemli insanlardan yan gəz, aqressorlardan kənar dur. Kömək üçün müraciət elə. Bir dəfə deyil, məqsədli şəkildə. Sənə köməklik göstərə biləcək insanları tap. Bir yetkin insan kömək etmirsə, bir başqası mütləq kömək eləyəcək. Və bütün bu üsullar övladınıza qarşı ünvanlanmış aqressiyanın əsas təzahürlərini aradan qaldırmağa kömək eləyəcək. Biz münaqişənin qeyri-zoraki üsullarla həllinə çağırış edirik. Axı demək olar ki, istənilən problemi bu üç üsulla həll eləmək olar. Ancaq biz əminik ki, hər bir insan, deməli hər bir uşaq özünü müdafiə bacarıqlarına sahib olmalıdır. Bəzən valideynlər yanımızda olmur, məsələni özümüz həll etməli oluruq. Uşaq əhatəyə alındıqda və döyülmək riski ilə üz-üzə qaldıqda, küncə sıxışdırıldıqda və çıxıb getməsinə icazə verilmədikdə, rəqiblərin gücü uşağın gücündən xeyli artıq olduqda, uşaq sağlamlığı və həyatı üçün təhlükə hiss etdikdə, özünü müdafiə praktiki olaraq yeganə həll yolu olur. Müdafiə olun, sonda isə qaç.
canını qurtar, özünü zərbələrdən qoru. Hücumu cavab zərbəsi ilə blokla və təhlükədən qaç. Lakin çox vacibdir ki, davanın özünü müdafiə xarakteri daşıdığı bilinsin. Bu, canını qurtarmaq və təhlükəsiz yerə qaçmaq üsuludur. Və dərhal gecikmədən məsul bir yetkin qarşısında hərəkətlərinə görə məsuliyyət götürmək üçün baş verənləri müəllimə və ya valideynlərinə danış. Məni əhatəyə aldılar, mən özümü müdafiə etmək üçün qarşılıq verməyə məcbur oldum, qaçıb gəldim, indi sizə danışıram. Gəlin bir neçə situasiyanı müzakirə eləyək və əyani şəkildə görək ki, özünü müdafiə qaydası necə işləyir. Beləliklə, birinci situasiya. Sinif yoldaşı davamlı şəkildə 13 yaşlı məktəbli qızın intim orqanlarından tutur. Bunu sakitcə eləyir, müəllimin görmədiyi bir müddətdə. Oğlan onun sözlərini başa düşmür, bəzən puskuda durub qıza qəfil hücum eləyir. Bir dəfə oğlan yenidən qızın qabağına sıçrayır və qız isə onun hərəkətə keçməsini gözləmir. Bu hekayədə görürük ki, sinif yoldaşı müntəzəm şəkildə qızın intim sərhədlərini pozub. Qız onu sözlə başa salmağa çalışıb. Məsafə saxlamaq kömək eləməyib. Belə ki, oğlan pusku qurub qəfildən hücum edirmiş. Yanında böyüklər olmayanda sürətli qərar vermək lazım gəlir. Bəzən isə qabaqlamalı olursan. Oğlan hərəkətə keçməzdən öncə qız onu vurur. Daha sonra müəlliminin yanına gedib olanları danışır. Qeyd edilən halda özünü müdafiə haqlıdır. Axı, intim sərhədlərin pozulması yol verilməzdir. Bu situasiyada daha nə etmək olardı? Daha əvvəl kömək istəmək olardı. Müəllimə, valideynə demək lazım idi. Onda bəlkə vurmağa da ehtiyac qalmazdı. İkinci hekayə. Uşaqlar daima bir oğlanı hovuza itələyirdilər. Oğlan onlarla qarşılaşmamağa çalışsa da heç nə kömək eləmirdi. Müəllimlə söhbət nəticə vermədi və növbəti dəfə uşaqlar ona hovuz qarşısına yaxınlaşanda oğlan hadisənin təkrarlanacağını başa düşdü və itələməni gözləmədən əli ilə əsas baiskarın qarnından vurdu. Dərhal gedib olanları müəllimə danışdı. Uşaqlar onu təhqir eləmədilər, sadəcə itələməni dayandırdılar. Bu, sözlərin, məsafənin və hətta kömək istəməyin belə kömək etmədiyi bir situasiyada cavab reaksiyasının tipik bir nümunəsidir. Və burada uşaq problemlə təkbətək qalır. Özünüzü fiziki zorakılıqdan qorumaq üçün güc tətbiq etmək vacibdir və zəruridir. Amma yenə də xatırladaq ki, uşaq cavab reaksiyası verdikdən sonra dərhal müəllimə məlumat verməlidir. Hörmətli valideynlər, xoşbəxtlikdən indi zəmanə dəyişir və getdikcə qeyri-zoraki ünsiyyətin tərəfdarı olan cəmiyyətlərin sayı artır. Əgər siz övladınızın gələcəyə hazır olmasını, müdafiə üçün lazımi bacarıqlara, münaqişələrin konstruktiv həll yollarına malik olmasını istəyirsinizsə, həll yollarımızı istifadə edin. Özünüzü xatırlayın. Demək olar ki, hər kəsin qarşılaşdığı bir məsələ var. Əgər iş yerində həmkarınız sizi narahat eləyirsə, siz çətin ki, məsələni dərhal yumruqla həll eləyirsiniz. Siz sərhədi qoruyursunuz, başqa daha məqbul, adekvat üsullarla qorunmaq üçün yol axtarırsınız. Bəs uşaqlara niyə fərqli üsullar öyrədək? Diqqətinizə görə təşəkkür edirəm. Zəhmət olmasa videonun altında suallarınızı qeyd eləyin. Bu, ən aktual sualları cavablandırmaqdan məmnun olardıq. Və təbii ki, videolarımızı bəyəndiyinizi və paylaşdığınızı bildirin. Salamat qalın, görüşənə qədər hələlik.